Sizcə ailə dəyərləri əvvəlki kimi qorunur, yoxsa elə deyil? Ailə dəyərləri təxminən bir 30 il bundan qabağa kimi nə var idisə onun heç 50% qalmıyor vay qızım. Bunu mən səmimi deyirəm sənə. Yəqin özünüz də gəzirsiniz, görürsünüz, qulağınız eşidir, internetdən xəbəriniz var, sosial xəbərlərdə xəbəriniz var. Mən bunu səmimi deyirəm. O ailə dəyərləri demək olar ki 50%-dən çox yoxdur qızım, yoxdur. Amma nə etməli? Barışmalıyıq da. Xeyr xanım, elə söz deyən qorunmur. Qorunmur? Yox, Nəyə görə? çox zəifdir. Yəni əvvəllər qorunurdu, indi yox. Nə zəifliyib məsələn? Vallahi deyənmərəm onu, bilmirəm. Yox, qorunmur. Qorunsa yaxşı olar ancaq. Nəyə görə qorunmur? Nə bilim, yəqin ki, bir-birlərini başa düşmək istəmirlər ona görə. Əvvəl hər şeyi yola verirdilər, indi ancaq yola vermək istəmirlər. Ona görə də boşanmalar çox olur. Gərək bir-birini başa düşələr. Qorunmur, hərə öz başınadır. Ər deyir, sənə mən hardan gəlirəm, qadın deyir, sənə mən hardan gəlirəm. Elə ailə olmur. Ailəyə hörmət lazımdır. İstər qadın, istər kişi. Qarşılıqlı olmalıdır, məncə. Hər insanla insana dəyişə bilər. Əvvəldən gələn bir şeydir, təsir edə bilər. Məncə yox. Gələn millət, türk, ərəb, hamısı korlayıblar ölkəni. Hər şeyi üstündən xətt çəkiblər. Bəzi ailələrdə qorunur, bəzilərində yox. Yox, çox aşağıdır bu məsələ, çox aşağıdır. Bu maddiyyatla asılı olan bir şeylərin hər bir şeydən üstün müstəvidə reklam olunaraq, yəni bunun daha düzgün olmasını insanlara aşlayırlar. Bu da insanın mənəvi dəyərlərinin aşağı düşməsi, ikinci partiyaya salması, yəni ikinci sıralamaya keçməsinə səbəb olur. Hər şey pula satıldı, ona görə qorunmur. Əvvəl kimi deyil, qorunmur. Əvvəl kimi deyil.